Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Bugün Cənubun Səsinin qonağı uzun illər kənd təsərrüfatı inkişafına, dövlət xidmətinə, elmi fəaliyyətinə öz ömrünü həsr etmiş, Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfat işçisi, şərəf nişanlı, xalqlar dostluğu ordenli, əslən Masallı rayonunun Mahmudavar kəndindən olan İmran Əbilovdur. İmran əbi, sizi salamlayıram. Cənubun Səsi kollektivinin dəvətini qəbul edib, müsahibə verdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Bildiyim qədər təqaüdə çıxandan sonra artıq elmi fəaliyyətlə məşğul olursunuz, yaradıcı işlərlə məşğul olursunuz, amma bizim dəvətimizi qəbul elədiniz. Mən sizə dərin təşəkkürümü bildirirəm. Buyurun İmran müəllim, izləyicilər, sizin belə təqdimata ehtiyacınız yoxdur. İmran Əbilov Respublika səviyyəsində tanınan bir ziyalıdır. Yəni də izləyicilərimizə özünüzü təqdim edin. Çox sağ olun. Mən də təşəkkür edirəm. Məni deməli dəvət etdiyiniz üçün bu müsahibəyə. Siz əsasən dediniz, mənim bütün ömrüm kənd təsərrüfatına həsr olunub. Əsas o dövrdə, 1-ci Qarabağ müharibəsi dövründə də 3 il Qarabağ o təşkilat komitəsində mən iştirak etmişəm. Ondan sonra Respublikada müxtəlif vəzifələrdə çalışmışam. Axırıncı iş yerim Nazirlər Kabineti olub. Oradan da təqaüdə çıxmışam. Və təqaüdə çıxdığım dövrdə mən elə durub oturmamışam. 3 kitab yazmışam. O memuarlardır. Bir kitabım isə ixtisasım haqqında olub. O institutlar üçün dərslik vəsaiti kimi istifadə olunur. İndi də Azərbaycanda deməli camışçılığın vəziyyəti haqqında o kitabda deməli qeyd olunur. Respublika bu dövrdə Respublika Ağsaqqallar Şurasının idarə heyətinin üzvü olmuşam. Orada yenə rayonlarda müxtəlif tədbirlərdə iştirak etmişik. Sonra Respublika Veteranlar Təşkilatının indi rəyasət heyətinin üzvüyəm. Bugünə qədər də orada iştirak edirəm. Gənclərlə onların vətənpərvərlik ruhunda tərbiyələndirilməsi işində iştirak edirik. Nə lazımdırsa, bizim əlimizdən nə gəlirsə onu eləyirik. Çox gözəl. Yəni mən faal həyat keçirmişəm, indi də. Həm mətbuatda, düzdür, televiziyalarda o qədər getməmişəm. Amma radioda olub, hər il Ulu Öndər haqqında, onun istər doğum günündə, istərsə də o Ulu Öndərin rəhmətə getdiyi günlərdə onun haqqında mənim Respublika qəzetlərində məqalarım var, böyük məqalar. Onunla mənim görüşlərim, onun bəzən hələ çox deməli adamların onlara məlum olmayan gözəl xüsusiyyətləri haqqında. Mən elə ora gələcəkdim. Bizim üçün də maraqlıdır. Mən elə bilirəm izləyicilərimiz üçün də maraqlı olar. Ümumi lider Heydər Əliyevlə görüşlərinizdən, xatirələrinizdən biraz danışasınız. Məsələn, bax bu Respublika qəzetidir. 9 may 2025-ci ildə mən orada məqalə vermişəm. Belə bir deməli Respublika qəzeti yəqin görərsiniz. Məqalə belədir ki, o həmişə bizimlədir. Orada mən onunla görüşlər barədə vermişəm. Onunla görüşümüz iş əsnasında olurdu. Bütün söhbətlər işlə əlaqədar, Respublikanın inkişaf etdirilməsi məsələlərinə dair olurdu. Məsələn, mən maldarlıq sahəsinə baxırdım. O dövrdə də Azərbaycanda o sahə çox geridə idi. Ulu Öndər rəhbərliyə gələndən sonra biz başladıq o sahəni inkişaf etdirməyə. Məsələn, rayonlara biz gedirdik müşavirələrə, rayonlar arası müşavirələr olurdu, kənd təsərrüfatına dair. Orada mənimlə görüşürdü, söhbət edirdi. Məndən soruşurdu ki, bu birinci katiblər hamısı xahiş edir, bizə Almaniyadan, İsveçdən mallar gətirin, sən nə məsləhət. Təklikdə məsələn, mən kənara çəkib fermaya gələndə söhbət edirdik. Çox sadə və
belə gözəl söhbətlər aparırdı. Mən də dedim ki, ona bir vaxtda Heydər Əliyev işləyirdi. Heydər Əliyev hansı malı gətirsək Azərbaycana, ona yem lazımdır. İndi istəyək ya Almaniyadan gətirək, ya istəyirsiniz. Amma biz hələlik Pribaltikadan gətiririk. Onun rəhbərliyi altında Azərbaycana 300 min mənim işlədiyim dövrdə biz cins malqara gətirdik. 1 milyona qədər damazlıq qoyunlar gətirdik. Bu Respublikanın maldarlığı bu belə inkişaf elədi. Sonra o mənə bir-iki tapşırıq verdi. Məktub verdi ki, Azərbaycanda südün yağ faizi, dövlətə təhvil verilən südün yağ faizi 3.9. Deməli, bütün respublikalar 3.2, 3.4, 3.5 bizim deməli, bizdən südü alırdılar, gərək bizim təhvil verdiyimiz südün yağ faizi 4% olaydı. Nə qədər biz cərimə verirdik o dövrdə. Çünki 4%-ə südü çatdırmaq olmurdu. O mənə dedi ki, bunu nətər eləyək? Dedim, məktub sizin onda artıq o siyasi büronun üzv namizədi idi, birinci katib işləyirdi. O məktub verdi, dedi, bunu gedin, həll edin. SSR Kənd Təsərrüfatı Nazirliyində, Dövlət Plan Komitəsində. Mən və Dövlət Plan Komitəsinin sədr müavini rəhmətli İbrahim Məmmədovla getdik. Çox uzun məsələdir. Biz bu məsələni həll elədik orada. Daha nazirə, SSR nazirinə qədər mənim burada biraz əlaqələrim yaxşı idi. Nazir müavini ilə, nazirlə. Mərkəzi keçmiş SOVKP Mərkəzi Komitəsində tanışlar vardı. Və aldıq 3.5%-ə saldıq o südü. 450 milyon rubl Azərbaycana pul gəldi əlavə. Bu təxminən o dövrdə milyard yarım dollara bərabər pul idi. Amerika dolları ilə götürəndə. Sonra ikinci tapşırığı onun oldu. Biz o pulu, o 450 milyon rubl bütün deməli maldarlıq işçilərinə, mütəxəssislərə, bunların əmək haqları artdı. Geniş deməli binalar tikildi, çoxlu evlər, xüsusi evlər tikildi. Bu bizim Sovet İttifaqının dövründə həman öz xalqımıza, millətimizə verdiyimiz ən böyük faydalardan biri idi. Mən o məlumata görə siz SSR vaxtı Stalinin təqaüdünə layiq görülmüşsünüz. Deməli 1954-cü ildə həman o Kənd Təsərrüfatı Akademiyasına daxil oldum. 4500 nəfər tələbə oxuyurdu orada. Bir yer verilirdi o instituta, Stalin təqaüdü. Stalin təqaüdü idi. Mükafatı deyəndə təqaüdü idi. Və o təqaüdü mənə verdilər. O dövrdə bu çox böyük doğrudan da. Onda mənim haqqımda Masallı Rayon Partiya Komitəsinə məktub yazdılar ki, belə. Mən həm orada İnstitut Komsomol, Fakültə Komsomol Komitəsinin, İnstitut Komsomol Komitəsinin katibi kimi işlədiyimə görə, həm də bütün qiymətlərim əla olduğuna görə mənə o təqaüdü verdilər. Dövlət qulluğunda uzun illər çalışmış bir şəxs kimi idarəçilikdə əsas prinsipiniz, mövqeyiniz nə olub? Mənim əsas prinsipim o dövrdə Kənd Təsərrüfatı Nazirliyində işləyəndə gənclərin deməli işə cəlb olunması idi. Biz onları mən axtarıb tapırdım. Məsələn, oxumuşdu. O dövrdə Ulu Öndər göndərirdi xarici institutlara tələbələri oxumağa. Mən onlardan seçib öz deməli ətrafıma toplayırdım. Və çox qəddar olmamışam. Ancaq yüksək bilik sahibi kimi mən onlardan tələb eləyirdim. Ən çox o işçinin tələbkarlığım onda idi ki, o öz işini dərindən öyrənsin, bilsin, işin içində olsun. Bundan başqa müəyyən çətinliklər olurdu işçilərin, onların həyatında, mən onların şəxsi həyatında köməklik göstərirdim. Ən əsası da o idi ki, Ulu Öndərin bizdən tələb etdiyi, deməli, təmiz işləmək,
sağlam işləmək, dövlətə, ulu öndərə ləyaqətlə xidmət etmək, öz xalqımızı sevmək, millətimizi, xalqımızı sevmək və bacardığımız iş sahəsində oranı irəli aparmaq. 200-dən çox elmi, publisist məqalələrin, bədii əsərlərin müəllifisiniz. İstərdim bu sahədə olan fəaliyyətinizdən biraz danışasınız. Məqalələr çoxdur. Əsas kənd təsərrüfatı sahəsində olub. Böyük deməli Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsi yolları haqqında 5 illik mənim deməli kitabım var. O monoqrafiyadır. Deməli o keçmiş dövrdə 1900 deməli 75-80-ci illər üçün proqram vermişdim. Ondan başqa deməli gündəlik məqalələrim olurdu. İstər ittifaq miqyasında, beynəlxalq aləmdə də mənim məqalələrim vardı. Mən ümumi dünya o vaxtı Buffalo cəmiyyəti yarandı Misirdə camışçılıq haqqında. Orada deməli komitə yarandı. Mən o komitənin daimi komitənin üzvüyəm bu günə qədər. Müəyyən indi də məktublar gəlir, əlaqələrlə var onlarla. Sonra Azərbaycanda camışçılığın inkişaf etdirilməsi haqqında mənim məqalələrim var, böyük məqalələrim var. Və son vaxtlarda kitabım çıxdı institutlar üçün. İnstitutda dərs vəsaiti kimi istifadə olunur. Azərbaycanda camışçılıq. Bir nəfər də müəllif var və mənim işçim idi. Bir yerdə yazmışıq. Rəhmətli Mail Zeynalovla bir yerdə. O bir 300 neçə səhifəlik kitabdır. Onun indi də tələbələr ondan geniş istifadə edirlər. Bundan başqa mənim deməli memuar əsərlərim olub. 3 əsərim olub. 3 kitabımın hər biri 300 səhifədən yuxarı. O kitablarda da yenə də o vəziyyət haqqında, Azərbaycanın tarixi haqqında, kənd təsərrüfatının Ulu Öndər tərəfindən inkişaf etdirilməsi haqqında. Məsələn, mənim o vətənə vurğun ömürdən səhifələr kitabım var. Orada Ulu Öndərlə cənab prezidentin deməli ona biz istinad eləmişdik. Bir 100-dən çox bunların adı çəkilir. Və eyni zamanda Ulu Öndərin gördüyü işlər haqqında orada mən məqalələr vermişəm. Sonra cənab prezidentin deməli İlham Əliyev cənablarının prezident seçildiyi dövrdə böyük bir deməli mənim orada məqalələrim olub ki, biz həqiqətə səs verək belə bir səhifə altında böyük bir deməli o kitabın demək olar bir 15 səhifəsi ona həsr olunub. Belə çoxdur məqalələrimin, o qədər çoxdur. Çox gözəl. İmran müəllim, Misir, Bolqarıstan, Hindistan kimi ölkələrdə iştirak etdiyiniz konqreslərdən hansı təcrübəni Azərbaycana gətirib burada onu tətbiq elədiniz? Hindistanda, birinci dəfə Hindistanda olduq. Orada Sovet İttifaqı nümayəndə heyətinin rəhbəri idim mən. Çox gözəl görüşlərimiz oldu. Orada biz 2000 baş Hindistandan camış gətirdik. Onlar deməli Amerikanlar orada bir ferma yaratmışdılar. Camışların südü Azərbaycanda hər camışdan süd 600-700 kiloqram idi. Orada baxdım, gördüm ki 4500 kiloqram bu camışlardan süd sağırlar. Orada texnologiya çox idi. Mən orada iştirak elədim, o deməli kompleksdə baxdım. Onları deməli biz 2000 baş camış danışdıq. Hindistanda xəstəlik olduğuna görə o camışları bizə vermirdilər. Daha doğrusu SSR Kənd Təsərrüfatı Nazirliyi razılıq vermirdi. Mən Bolqarıstanla danışdım. Orada dostlarım vardı. Camışları gətirdilər Bolqarıstana. Düzdür, biraz xərc tələb elirdi. Və Bolqarıstandan gətirdi Şəki rayonuna. Şəkidə daşyüz camışçılıq savxozu var idi. Qeyri belə çox zəif inkişaf etmiş. Orada kompleks yaratdıq. Bu camışları verdik ora. Camışlar çox rütubət sevən heyvanlardır.
Hindistan da istidir. Elə bizim Şəkinin özündə də istilik çoxdur. O fermada camışların başının üstündə turbalar, dəmir turbalar çəkilmişdi. Oradan vaxtında su deməli buraxılırdı camışların üstünə. Düz onların başına. Onu biz orada tətbiq elədik. Misirdə deməli bir kompleksə getdi. 7500 baş orada camış saxlayırdılar. Biz gəldik Azərbaycanda o camışçılığın inkişaf etdirilməsi barədə bir böyük proqram hazırladıq. Sonra biz Kubadan 200 baş zebu cinsli mallar gətirdik Azərbaycana. Onu verdik Lerik rayonunda bir rəhmətlik Şiriyev, indi yoxdur, rəhmətə gedib, savxoz direktoru idi Ataxan Şiriyev. Onun savxozuna verdi. Orada bütün SSR-dən gəlib orada Orta Asiyadan, SSR-nin başqa respublikalarından, Gürcüstandan gəlib oradan deməli onlar nümunələr götürürdülər. Orada yaratdıq. Biz çox iş görmüşük. Siz həm SSR-nin Əməkdar Kənd Təsərrüfatı işçisi, Azərbaycan SSR-nin Əməkdar Kənd Təsərrüfatı işçisi, şərəf nişanı, xalqlar dostluğu ordeninə təltif olunmusunuz. Bunlar neçənci illərə təsadüf edib, bir də bunlarla bağlı və digər aldığınız mükafatlar, fəxri fərman və ya medallarla bağlı. 1965-ci ildə Masallıda şərəf nişanı ordeni aldım. Sonra 69-cu ildə Bakıya gəldim. Orada da Ulu Öndərin dövründə şərəf nişanı ordeni aldım. Sonra yenə Ulu Öndərin dövründə 72-ci ildə Xalqlar Dostluğu ordenini aldım. Çoxlu o vaxtı Kənd Təsərrüfatı, Ümumi İttifaq Kənd Təsərrüfatı sərgisi vardı. Onların deməli çoxlu medallarını aldıq, gümüş, qızıl, diplomlarını. Sonra yubiley medalı aldım o vaxtı SSR-nin, yenə Ulu Öndərin vaxtında. Ondan sonra deməli əməkdarlığı 1980 deməli 2-ci ildə aldım. Sonra Ulu Öndər Moskvaya gələndən sonra yenə də mən işləyirdim. O maraqlanırdı elə bizlə kimlər işləyir, nədir. Məsələn, mən onun yaddaşı haqqında yazmışam qəzetdə. 1982-ci ildə getdi o Moskvaya. 1993-cü ildə prezident oldu Azərbaycanda. 11 il keçmişdi bu aradan. Məsələn, mən çox vaxt rayona gedəndə bəzi tanışlar heç mənə artıq yaşdaşmışıq, yaş keçib, saç ağarıb, çoxu mənə bəzən tanımırdı. Amma 93-cü ildə, 94-cü ildə Gürcüstandan nümayəndələr gəldi Azərbaycana. Mənə də onları qarşılamaq üçün cəlb elədilər. Onda mən Quşçuluq Dövlət Şirkətində vitse-prezident işləyirdim. Ulu Önderin göstərişi ilə mən onlarla deməli iştirak elədim və bizi qəbul elədi. Biz indi otaqda onun dayanmışıq cəriyə ilə Gürcüstan nümayəndələri və Azərbaycanın nümayəndələri. 5 nəfər bizik, 5 nəfər də onlar. Mən lap axırda dayanmışdım, çünki vəzifə etibarilə ən aşağı vəzifə məndə idi. Bakı Şəhər Sovetinin sədri idi, bir Milli Məclisin deputatı idi, sonra bir nəfər yenə deputat idi. Və bunlarla görüşdüm, mənə çatanda dayandı belə, sifəti belə tündləşdi. Mən dedim, yəqin, mən narahat oldum ki, bu yəqin deyib ki, bunu niyə çağırmışsınız da bura. Sonra gülə-gülə, Əbilov sənsən, bu məni tanıdı, familiyamı çağırdı. Deməli, bu adamın yaddaşına baxın ki, 12 ildən sonra bu səni familiya ilə çağırır. İndi mən özüm baxıram, hələ çox qohumların adı, familiyaları yadımızdan çıxır. Bunun yaddaşı çox güclü idi. İclaslarda qaldırırdı bir nəfəri, söhbət, məsələn, vəziyyəti danış. Görürdü ki, bu o qədər də işin içində deyil. Daha onu çox şey eləmirdi orada, sıxışdırmırdı. İşi biləni qaldırırdı. Dedi, dur, görüm, sən nətər buna baxırsan?
o adamı utandırırdı ki, bax sən hazır vəziyyətdə gəlməmisən. Bax bu kişi bu sualı yaxşı cavab verdi. Belə xüsusiyyətlər çox idi onda. İşçinin, hətta işçi vəzifədən çıxandan sonra da onun həyatı ilə maraqlanırdı. Hardadır, nə işdir, necə? Məsələn, mənim qardaşım Şirvan Abelov Naxçıvanda onun yanında olanda, o biləndə ki, bu mənim qardaşımdır, Şirvanı tanımırdı. Şirvan savxız direktoru işləyirdi Masallıda, kənd muamıda var da. Gəldi bura, buradan göndərdik onu, getdi onunla görüş və o Yeni Azərbaycan Partiyasının təsis qurultayında Şirvan getmişdi. Onda soruşur ki, İmran hardadır, nətərdir indi? Gələn kimi o məni dəvət elədi və Nazirlər Kabinetinə məsləhət gördü, mən orada işlədim. Yəni, Ulu Öndər diqqətlidir. İndi bizim cənab prezidentimiz artıq dünya liderləri səviyyəsindədir. Elə bir, belə atanın, belə də oğlu olar. Bunu başqa cürə daha biz bundan gözləmək mümkün deyildi. O artıq Heydər Əliyevin qoyduğu yolla gedir və o yolu o qədər inkişaf elətdirib ki, artıq bütün dünya Azərbaycanda görülən işlərə heyran qalır. Hara gedirsə, cənab prezidentimiz orada bir böyük, necə deyərlər, xatirələr qoyur. Böyük orada hörmətlə, böyük izzətlə. Məsələn, lap bu yaxınlarda Serbiyadan qayıtdı. Serbiyadan qayıdanda Serbiyanın qırıcı təyyarələri onun təyyarələrini müşayiət edirdi ki, bu hər ölkə başçısına bu hörmət qoyulmur. Və yaxud da ki, o Pakistana gedəndə, Pakistanın 5 qırıcı təyyarəsi onu qarşıladı. Onu ötürdü və yola saldı. Amerika Birləşmiş Ştatları kimi bu dəqiqə dünyanın ən aparıcı dövlətidir. Onun prezidenti deyir ki, bu prezident liderdir. Və yaxud da ki, Çinin sədri İlham Əliyevə necə yaraşır? Necə Azərbaycana bunlar? Bunun şəxsində Azərbaycanı heç tanıyan yox idi. Biz bu vaxtları, mən işlədiyim dövrdə xarici dövlətlərə gedəndə belə Bakını çətinliklə tanıyırlar. Neft deyəndə başa düşürlər. İndi Azərbaycanı elə tanıyırlar ki, nəyə hesabınadır? Cənab Prezident İlham Əliyevin hesabına. Azərbaycan inkişaf eləyib. Azərbaycanda böyük tikintilər, quruqlar. Ən böyük məsələ odur ki, Qarabağ azad olundu. Biz xaricə gedəndə başımızı aşağı salıb utanırdıq. Azərbaycan, Qarabağ işğal altında olanda. Bizim çünki sözümüz yox idi. Hətta bizim Türk qardaşlarımız bizə deyirdilər ki, gedin, alın bu Qarabağı, nəyi gözləyirsiniz? İndi bu Qarabağı tamamilə elə bizim ağlımıza gəlməyən bir vəziyyətdə, hətta Dağlıq Qarabağ deyilən o keçmiş indi Xan kəndini tamam azad eləmək bu möcüzə idi. Doğrudan da böyük möcüzədir. Biz bunu, mən orada olmuşam, çox olmuşam o dövrdə. Ora o qədər, ora kök salmışlar o həm xaricdən. Qarabağ müharibəsi iştirakçısınız da. Bəli, birinci Qarabağ müharibəsi veteranıyam, həm də iştirakçısıyam. Orada 3 il orada olmuşam. Orada biz böyük işlər görmüşük. Bax, o Qarabağı azad eləmək, indi Qarabağda bu quruculuq işlərini aparmaq, bütün respublikalar, Türk dövlətləri, başqa respublikalar gəlib orada bizdən, deməli, bizə baxıb işimizə heyran qalıblar, köməkli göstərirlər. İmam müəllim, istəyərdim övladlarınızdan, onların aldığı təhsillərdən bir kiçik də olsun. Mənim, deməli, 4 övladım var, 2 qızdır, 2 oğlandır. Böyük qızım həkimdir. İndi işləmir. Onun yoldaşı da, o da alimdir. İndi Energetika Nazirinin müavinidir. Oradadır, mənim kürəkənimdir. Onların 2 uşaqları var. Biri mənim nəvəm Nazirlər Kabinetində işləyir, hüquq şöbəsində. Bir qız da, deməli,
şirkətdə işləyir. Orada məsul vəzifədədir. Oğlum, böyük oğlum Gəncədə Texnologiya Universitetini qurtardı. İndi Dövlət Əmlak Komitəsi xidmətində, qabaq komitə idi, indi xidmətdə orada işləyir. 25 ildir orada işləyir. Onun da 2 övladı var. Bir qızım o universitetin kimya fakültəsini qurtardı. İndi Türkiyədə Ərdədir. Orada şirkətdə, böyük şirkətdir. Orada kənd təsərrüfatı ilə məşğul olan şirkətdir. Sizin sahənizdə? Bizim sahədə biraz mexanizasiya sahələridir. Orada işləyir. Yoldaşı da hərbiçi idi, mayor idi. Yəni bizim dillə, bizim vəziyyətlə götürsək, indi təqaüddədir. O da indi işləyir. İkisi də oradadılar. Onların da 2 uşaqları var. Bir nəvəm Almaniyada oradadır, işləyir. Çox yaxşı vəziyyətdədir, yaxşı yerdə işləyir. Bir nəvəm isə orada Türkiyədə, Antalyada oxuyur institutda, 2-ci kursdadır. Sonra kiçik oğlum, o da Dövlət Universitetinin Tarix Fakültəsini qurtardı. Onun da 2 övladı var. İkisi də ali magistratura. Bu nəvələrim hamısı magistraturanı da qurtarıblar. Onlar deməli həm institut qurtarıblar, həm də magistr məsələlərini də başa çatdırıblar, qurtarıblar. Hamısı da xaricdə. Amma biri Ada Universitetində. O axırıncı oğlumun böyük qızı Ada Universitetinin magistridir, oradan qurtardı. Hamısı ingilis dilini, Alman dillərini yaxşı, Rus dillərini yaxşı bilirlər. O oğlum indi Gürcüstanda deməli Dövlət Kömrü Komitəsində işləyirdi, polkovnikdir. Yoldaşı da həkimdir. Belə də, mənim yoldaşım da Rus dili müəlliməsi idi. O indi xəstədir, biraz evdədir, təqaüddədir. Mən də təqaüddəyəm. Belə. Çox gözəl. İmam müəllim, son olaraq maraqlı müsahibəyə görə birinci növbədə təşəkkür edirəm. Son olaraq Cənubun səsinə arzularınızı, Cənubun səsini bilirəm ki, izləyirsiniz. İstəyirdim ki, Cənubun səsi ilə bağlı fikirlərinizi. Ümumiyyətlə, bütün Respublikanın rayonlarında çox olmuşam. Bütün kəndlərini demək olar ki, vəzifəmlə əlaqədar gəzmişəm. O Azərbaycanın çox rayonlarının, kəndlərinin xəritəsini də belə xəyali çəkirəm arada. Əlbəttə, ən çox mən indi bu dövrdə Cənub bu sizin verilişlə çox maraqlanıram. İnternetdə bütün o sizin adamlar haqqında, istər müəllimlər haqqında, ziyalılar haqqında, həkimlər haqqında o adamların hamısının tərcümə halını mən oxuyuram. Və bu doğrudan da çox böyük təşəbbüsdür. Bu Masallı rayonu üçün çox böyük hadisədir. Onlar sizin qədrini, qiymətinizi bilməlidirlər, yəqin ki, bilirlər də. Çünki Masallı da indi rayon icra hakimiyyətinin başçısı çox böyük hörmət qazanıb. Xalq arasında, ziyalılar arasında. Hələ mənim öz qəlbimdə də ona çox böyük məhəbbətim var. Düzdür, azad görüşürük. Mən rayona gedib bir günə yoldaşım xəstə deyib qayıdıram. Amma həmən o icra başçı kimi də mən elə bilirəm ki, sizi qiymətləndirir, sizə bu şəraiti yaradıblar. Ona da təşəkkürümü bildirirəm. Arzum odur ki, siz həmişə bu fəaliyyətinizi davam etdirəsiniz. Görkəmli adamlarımız haqqında o məlumatları verəsiniz. Maraqlı burasıdır ki, siz kimin haqqında, o keçmiş adamlar haqqında yazırsınızsa, mənim onlarla görüşlərim olub. Çoxunu yazmağa utanıram ki, deyim ki, mən bununla görüşmüşəm, mənim qonağım olub. Yəni, belə keçmiş adamlar haqqında mənə çox maraqlı olur. Mənim o kitabımda Masallının keçmiş təsərrüfat rəhbərləri haqqında çox maraqlı orada yazılar var. Qəni Əmir Aslanov, Əli Hüseyn Hüseynov, Əli Ağa Əliyev,
Xalıq Qurbanov, Böyüğa Baxşov, Ayaz Sadıqov, Səlimov haqqında, İbrahim Səlimov görkəmli şəxsiyyət idi. Bunlar haqqında Ali Panah Abiyev, bunların hamısının haqqında mən orada yazmışam. Yaxşı olar ki, onları da biz, onların haqqında da, onların hər biri bir rayona rəhbərliyə qabiliyyəti olan adamlar idi. Çox gözəl belə təsərrüfat rəhbərləri idi. Arzum odur ki, bu işi davam etdirəsiniz. Biz o yaşlı adamlardan da nə lazımsa biz həmişə kömək eləməyə sizə hazırıq. Təşəkkür edirəm. Mən deməli bu yaxınlarda düzdür, Respublika Ağsaqqallar Şurasından oradan uzaqlaşmışam. Onlar mənim yubileyimi çox yüksək səviyyədə keçirdilər. 90 illik yubiley. 90 illiyimi, bəli. Mənə deməli çox gözəl ünvan göndərmişdilər. Mənə çox təsir edici oldu da oradan da o. Hədiyyələr, fəxri fərman. Türk Ağsaqqallar Cəmiyyətinin mənə fəxri fərmanı oldu. Türk Ağsaqqallar Bəli, birliyinin. Ondan sonra Respublika Kənd Təsərrüfatı Nazirliyinin mənə birliyi oldu. Azərbaycan Müdafiə Nazirliyinin 2 dəfə məndə fəxri fərmanı, bu son dəfə də fəxri fərman verdilər. Beynəlxalq Veteranlar Təşkilatı var Moskvada. Onun fəxri fərmanını mənə verdilər. Respublika Veteranlar Təşkilatının deməli mənim yubileyimi geniş qeyd elədilər. Buna görə mən təşəkkür edirəm hamıya, sizə də o internetdə müəyyən qədər verdiniz. Sağ olun. Çox sağ olun. Dəyərli dostlar, bugünkü müsahibimiz Cənubun Səsi təqdim edir onları tanıyan rubrikasının qonağı Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfat işçisi, şərəf nişanlı, xalqlar dostluğu ordenli, Masallı rayonunun Mahmudavar kəndindən olan İmran müəllim Əbilov idi. Diqqətinizə görə təşəkkür edirəm.